xoş gəlmişsiniz Maqın Studiyasına Babək müəllim. İnanın ki, sizi studiyamızda görmək çox xoşdur. Qarşılıqlıdır. Mən də sizi təbrik eləyirəm. Çox gözəl bir verilişiniz var və bütün Azərbaycan bundan faydalanır. Buna görə sizə minnətdarım. Sizin sayənizdə daha çox faydalanacaqlar. Nə də olsa biz salamlaşmamızı artıq Parislə qeyd etdik ki, bugünkü mövzumuz məhz sizin özünüzü tapmağınız üçündür. Elə başlayaq mövzumuzdan NLP təlimindən. Ümumiyyətlə NLP nədir və insanlara nə verir? Neurolingvistik proqramlaşdırma olaraq açıqlaması NLP-nin bu şəkildə gedir. Dilimizdə təxmini tərcüməsi zehin dili proqramlaşdırılmasıdır. Yəni, beynin sözlə proqramlaşdırılmasını əhatə edən bir təlimdir. İlk dəfə olaraq Amerikada, Kaliforniyada 70-ci illərin əvvəllərində yaradılıb, yaradıcıları Richard Bandler və John Grinder tərəfindən təməl sual da bu oldu ki, necə olur ki, bir qrup insanlar həyatda istədiklərinə daha rahat nail olurlar, bir qrup insanlar xoşbəxtliyə nail olurlar, maliyyə azadlığı əldə edirlər, amma digər böyük bir kütlə buna nail ola bilmir. Bu sualla yola çıxdılar və çox inanılmaz bir nəticələr əldə elədilər. Nəticələr o oldu ki, uğur qazanmış insanlar fərqli sahələrdə də olsa, uğurun bir strukturu var və onların bənzər davranış qəlibləri çıxarıldı. Digər insanlarda tətbiq olundu, inanılmaz bir nəticə əldə olundu. O insanların əldə elədiklərin digərləri də əldə eləyə bildi. Bununla NLP-nin ən məşhur fərziyyələrindən və qanunlarından biri meydana gəldi. Əgər bir insan bir şeyi eləyə bilirsə, bunu hər kəs eləyə bilər. Çox maraqlıdır məncə. Bunu daha da açıqlasaq, məsələn, necə edə bilərik? Tamam, belə NLP-nin əsas suallarından biri necə edə bilərik? Burada bir 4D qanunu mən açıqlamaq istəyirəm. Durum, düşüncə, duyğu, davranış. Hər birimiz insanıq və duyğu gəlmədən davranış həyata keçmir və duyğunun da yaranmasında əsas səbəblərdən biri düşüncədir. Bir şey düşünürük, o düşüncənin nəticəsində bir duyğu formalaşır. O duyğu da bizi hərəkətə keçməyə vadar eləyir. Düşüncə ilə yola çıxırıqsa, necə eləyə bilərəm ki, bunu daha yaxşı eləyim? Artıq bu sualın qoyuluşu bizim beynimizi dolayısıyla özümüzü yaradıcı çarələr axtarmağa yönləndirmiş olur. Bir sual qoyuluşu diqqət edirsinizsə, burada çox önəmlidir. Niyə deyil, necə ilə yola çıxırıq? 4 ayaqlı NLP prinsipini, yəni uğur strategiyasını açıqlamaq istəyirəm. Birinci, hədəfimiz olmalıdır. Nə istədiyimizi bilməliyik. İkinci, fərqində və ayıq olmalıyıq. Üçüncü, kifayət qədər elastik olmalıyıq. Yəni, hədəfimizə çatana qədər davranışları dəyişdirməyə davam eləməliyik. Dördüncü isə hərəkətə keçməliyik. Çünki hədəfimiz olmazsa, yəni nə istədiyimizi bilməriksə, hara gedəcəyimizi bilməriksə, harada olmağımızın da əhəmiyyəti olmaz. Fərqində və ayıq olmaq, uğura nə qədər yaxın, nə qədər uzaq olduğumuzu bilmək üçün lazımdır. Davranış dəyişdirmək bir yol alınmırsa, başqa bir yol yoxlamaqdır. Hərəkətə keçmək isə, insan əgər bir şeyləri bilirsə və bacarıqları varsa, onu sahədə çıxıb tətbiq eləmirsə, o bildiklərinin heç bir önəmi yoxdur. Yəni, götürdükdə bildiklərimizdən daha çox faydalanmırıqsa, daha çox bilməyimizin də faydası yoxdur. Bəli, Babək mən çox gözəl həqiqətən də izah elədiniz bunları, amma mən lap başlanğıca dönmək istəyirəm. Bir çox insanlar əslində kim olmaq istədiklərini, necə həyat yaşamaq istədiklərini heç özləri də bilmirlər. Yəni, bunu necə edə bilərlər, necə qərar versinlər ki, yəni düzgün yol seçsinlər, sonra irəliləsinlər artıq? Dəyişim üçün ilk növbədə istək lazımdır. İstək olmadan heç bir şey reallaşdıra bilmərik. İnsan ilk növbədə özü öz dəyişimini, yəni ki, görmək istəyir, o böyük vizyonu, şəkili görməyi bacarmalıdır. Məsələ burasındadır ki, biz bir hədəf qoyuruq, ona doğru gedirik. Ancaq təsirli və təəssüf edici vəziyyət odur ki, insanların bu günləri əksəriyyətinin hədəfləri yoxdur. Bəli. Yəni, hədəfləri yoxdur. Hara gedəcəklərini bilmirlər. Özlərini həyatın axınına buraxıblar. Yəni, həyat onları hara aparsa, yəni ora doğru istiqamətlənirlər. Nə olar, necə yaşaram, Eyni ilə dediyiniz kimidir. Eyni ilə, yəni bir cümlə o tərəf, bu tərəfə dəyişdirmək istəmirəm. Həyatın axını ilə axırlar. Mühit çox önəmlidir. Nə şəkildə? Ətrafımızda bizə yaxın olan ən yaxın
5 insana diqqət eləməliyik. Onlar bizi gücləndirirlər, yoxsa zəiflədirlər? Gücləndirirlər, yoxsa Biz mi zəiflədirlər? diqqət etməliyik, yoxsa bizim ətrafımızda olan insanlar, yəni valideynimiz mi diqqət etməliyik? Biz özümüz diqqət Bizim eləməliyik. ətrafımızdakı Biz insanlar özümüz- bizə dəstəkdir, yoxsa yox? Hər bir insan davranışının, NLP qanunu bu şəkildədir. Hər bir insan davranışının altında pozitiv bir niyyət var. Yəni ki, əgər valideyn uşağa təsir eləyirsə, məqsədi nədir? Uşağı qorumaqdan ibarətdir. Və yaxud da ki, ətrafımızdakı insanlar bizim olduğumuz yerdə olmağımızı istəyirlər. Çünki əgər biz yüksələriksə, onları tərk etmiş olacağıq. Məsələ burasındadır ki, onlar bizlə daha sıx bağlı olmaqları üçün bunu istəyirlər. Məsələ burasındadır ki, bunun bir strukturu var. Uğursuzluq deyirik. Uğursuzluq sadəcə bizim tərəfimizdən vurulan bir etiketdir. O həmin istər uğur olsun, istər uğursuzluq olsun, bizə gəlib çatan şey sadəcə bir nəticədir. Ancaq biz buna baxıb təəssüflənmək əvəzinə uğursuzluqdan söhbət gedir. Buna qədər olan davranışlara baxırıq. Hansı davranışlar olub ki, bu nəticə alınıb? Deməli, bu nəticəni dəyişdirmək üçün ona qədər olan davranışlarımızı dəyişdirməyimiz lazım. Dünya verdiyimiz mənalardan ibarətdir. Hansı şəkildə mənalandırırıqsa, dünya bizim üçün o cürdür. Məsələn, mən düşünürəm ki, kişi modeli belə olmalıdır, qadın modeli belə olmalıdır, mühəndis bu cür olmalıdır, həkim bu cür olmalıdır, böyük gələndə bu davranış eləməliyik, kiçik gələndə bunu eləməliyik, deyilmi? Və düşünürəm ki, hər kəsdə ən yaxşı model məndədir və hər kəsdə mənim modelimə uyğun davranmalıdır. Amma hər birimizin özümüzə xas dünya modelimiz var. Xəritələrimiz fərqlidir. Hadisiyə baxırıq və ona əsasən bir təsəvvürlər yaranır, xəritə çəkirik beynimizdə. Hər birimiz çəkirik. Ancaq sonra oturub danışanda düşünürük ki, biz o əraziyə əsasən danışırıq. Əslində bu belə deyil. Bizim danışdığımız xəritəyə əsasəndir. Çünki xəritə heç vaxt bölgənin özü ola bilməz. Hər birimiz fərqli-fərqli xəritələr çəkmişik. Ona görə ünsiyyətimizdə problemlər yaranır. Ünsiyyətimizdə niyə yarandı problem? Çünki qavramada problemlər yarandı. Bu da ki, insanlar uğur üçün ən vacib olan xüsusiyyətlərdən birini mənimsəməlidirlər. Ünsiyyət bacarığını mənimsəməlidirlər. Çünki ünsiyyəti bacarmasaq heç bir şey bacara bilmərik. İstər iş qurmaq olsun, dost tapmaq olsun, sevgili olsun, ailə qurmaq olsun, biznes partnyorluqlar, siyasət, hamısında bir dənə vasitəmiz var, o da ünsiyyət qabiliyyətimizdir. Ancaq ünsiyyətdə məna alacağımız reaksiyadır. Hansı reaksiyanı alırıq? Bəzən biz düşünürük, bədən dili başqa bir şeydir, insanın bədəni bir cür danışır, davranışı başqa bir şey deyir. Adam var, soruşa bilərsiniz, görürsünüz ki, heç bir kefi yoxdur, necəsiz soruşursunuz, yaxşıyam deyir. Ancaq onun davranışı sizə başqa bir şey deyir, deyilmi? Gözün kompüterdən ayırmayan bir insan, buyurun sizə eşidirəm deyirsə, bədən dili sizə nə mesaj verir? Vaxtım yoxdur, mümkünsə tez elə deyir. Yəni, insanların bədənləri mütləq və mütləq onun dilindən, ünsiyyətindən daha çox danışır. Bəzən biz insanla söhbət eləyərkən onu diqqətlə dinləmirik. Və yaxud da ki, çünki deyirik ki, bədən və zehin eyni sistemin hissələridir. İkisi bir-birinə keçmiş vəziyyətdədir. Bir insan yalan danışanda, çünki içində bir qorxu yaranır. Qorxu var, yəni ki, ifşa olunmaq qorxusudur. O ifşa olunmaq qorxusu avtomatik olaraq bədənin biologiyasına təsir eləyir. Adrenalinin ifrazatın sürətlənir və əzələ quruluşunda dəyişikliklərə səbəb olur. Göz hərəkətlərində dəyişikliklərə səbəb olur. Hər bir insana... Mütəxəssislər onu daha tez tuturlar ki, bu insan yalan danışır, yoxsa. Amma bizim kimi insanlar hər dəfə, özdə indiki zamanda insanları tanımaq o qədər çətin vəziyyətə gəlib ki, artıq mimika, jestika, bunlar belə işə yaramır. O dərəcədə profesional oynuyorlar ki, artıq öz əzələlərini özləri o qədər profesional idarə edirlər ki, tanımaq belə olmur ki, o necə vəziyyət. Mən bir məsələyə toxunmaq istərdim. Siz çox gözəl vurğuladınız hamısı modelləşməni, uğur qazanmağın yollarını. Bəs bu insanlar, hər kəsə yəqin ki, maraqlıdır. Bu necə öyrənə bilər bax o yolları?
Onun öyrənmək Kitabın varmı, yoxsa mütləq sizin təlimlərinizdə iştirak etməlidirlər, Mən yoxsa necə? sizə bir şey deyim ki, bu sahədə kitablar var. Ancaq rəqsi öyrənmək üçün kitabdan öyrənə bilmərsiniz. Bəli. Müəyyən bir məlumatlar əldə edə bilərsiniz. Karate var, idman, boksun üsulları ilə bağlı milyonlarla kitablar yazılır. Ancaq rəqs öyrənmək istəyirsinizsə, qalxıb rəqs eləməyiniz lazımdır. Boksu öyrənmək Əyani şəkildə istəyirsinizsə, iştirak etməlisiniz. mütləq. Çünki öyrənmənin 4 mərhələsi var. Mən bunları da açıqlamaq istəyirəm. Qeyri-şuuri yetərsizlik deyirik. Qeyri-şuuri yetərsizlik. Məsəl üçün, avtomobil sürə bilmirsiniz. Ancaq necə bilmədiyinizi də bilmirsiniz. Təsəvvür eləyin ki, orta məktəbdə oxuyursunuz, baxırsınız insanlar sürürlər, amma sizin bundan məlumatınız yoxdur. Amma bir müddət keçir, avtomobil sürməyi öyrənmək istəyirsiniz. Oturursunuz, yanınızda bir müəllim və yaxud tanışınız başa salır, burada əyləc var, qaz var, yəni sürət qutusu, yol hərəkəti nişanları, güzgülər, nə bilim, polisin hərəkətləri. Baxırsınız, yenə də bilmirsiniz. Amma bu dəfə necə bilmədiyinizi bilirsiniz. Buna deyirik şuuri yetərsizlik. Bir müddət keçir, siz bunu öyrənirsiniz. Öyrəndikdən sonra artıq oturursunuz sükan arxasında və başlayırsınız avtomobili idarə eləməyə. Artıq bütün diqqətiniz aktiv vəziyyətdədir. Yan güzgülər, yol hərəkəti qaydaları, işıqforun işıqları və s. və ilə axır aktiv bir vəziyyətdə sürürsünüz. Buna deyirik şuuri yetərlilik vəziyyəti. Bir müddət də keçir, artıq elə olur ki, musiqiyə qulaq asarsa, söhbət eləyə-eləyə hərəkətlər avtomatik bir şəkildə olur. Ancaq buradan oturursunuz, Gürcüstana gedirsiniz və yaxud da ki, uzaq bir rayona gedirsiniz. Bunların hamısını avtomatlaşdır. Buna deyirik qeyri-şuuri yetərlilik, yəni ustalıq həddi. Yəni, bu öyrənmə mərhələlərin bu şəkildə keçir. NLP-də 4 mat öyrənmə sistemi var. Yəni, öyrənməni götürdükdə İnsanlar var, vizualdılar, daha çox görüntü ilə düşünürlər. İnsanlar var, audialdılar, səslərlə düşünürlər. İnsanlar var, hisslərlə düşünürlər. Ailə içi ünsiyyəti, yəni NLP-ni öyrənməklə həm iş həyatında, həm ailə həyatında, həm dost arasında möhtəşəm uğurlara imza atmaq mümkündür. Nəyə görə bu şəkildə deyirəm sizə? Məsələn üçün, xanıma həyat yoldaşı müxtəlif hədiyyələr gətirir. Çünki həyat yoldaşı vizual insandır. Daha çox görüntü ilə düşünür. Görüntü ona zövq verir və düşünür ki, hər kəsə zövq verir. Ancaq həyat yoldaşı hər zaman ondan tez-tez soruşur ki, sən məni sevirsənmi? Bu daha çox eşitməyə inan, eşit səslərlə düşündüyü üçün eləsi də ola bilər ki, məsələn, buna bir sığal, bir tumar daha da önəmlidir. Daha çox kinestetikdir, hisslərlə düşünür. Bunların fərqində olaraq qarşımızdakı insanın metaproqramlarına diqqət eləyərək, yəni düşüncə və təcrübələrin qəliblərinə diqqət eləyərək, yəni insanları daha yaxşı tanıyır, daha rahat ünsiyyətə girər, problemlərimizi azalda bilərik. Məsələn, bir örnək olaraq deyim ki, bu günləri buradan kimsə, sizin iş yoldaşlarınızdan biri keçdi və fikirli halda danışa-danışa keçdi, birinci dəfədir. Bugün görürsünüz, sizə salam vermədən keçdi. Sizin içinizdəki ego avtomatik olaraq sizə deyəcək ki, bax, sənə önəm vermədilər. Düzdürmü? Və bu sizdə qalacaq. Nə qədər desəz ki, heç nə olmaz, amma duyğu səviyyəsində bir qərar vermişsiniz, məntiq səviyyəsində deyil. Ancaq duyğu səviyyəsində verildiyiniz qərar hələm-hələm dəyişən bir şey deyil. Və ondan sonra o insana baxıb nə qədər gözəllik görməyə çalışsanız da, beyniniz onda nöqsanlar axtaracaq. Və müxtəlif nöqsanları tapacaq, yığılacaq. Bir gün adi bir şeyin üzərində sizin qavğanız çıxarsa, bir münaqişəniz çıxarsa, heç nəyin üstündə bunu çıxartdı deyəcəksiniz. Amma bunun əsası o zaman qoyulmuşdu və siz bunun fərqində deyildiniz. Babək müəllim, sizlə söhbətə doyum olmaz. Növbəti dəfə sizi mütləq gözləyəcəyik və bütün mövzumuzu sizə həsr eləyəcəyik. Çox maraqlıdır. Gənclər ümid edirəm ki və əminəm ki, çox şey öyrəndilər. Fariz? Həqiqətən çox maraqlı başa saldınız və məsləhətləriniz yəqin ki, gənclər üçün çox önəmli oldu. Bundan sonra öz həyatlarının istiqamətlərində müəyyən yeniliklərə imza atacaqlar və dəyişəcəklər öz istiqamətlərinin yaxşılığa doğru. Çox sağ olun, təşəkkür edir gəldiyinizə görə. Yolunuzda uğurlar arzu edirik sizə də. Mən təşəkkür edirəm, çox sağ olun.